Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün müsahibə mərhələsinə dəstək məqsədi ilə bir neçə sual paylaşım edəcəm və onların izahını da qeyd edəcəm. Əlbəttə ki, izaha keçməmişdən öncə qeyd edim ki, bizim hal-hazırda ödənişli qruplarımız var və həmçinin ödənişsiz dərs keçdiyim qrupumuz da mövcuddur. Kimlər ki, qrupumuza qoşulmaq istəyir, o zaman qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Yəni, nömrəmiz burada qeyd olunub, əlaqə saxlaya bilərsiniz. Artıq bilirsiniz ki, 6 ildir kurikulum təlimçisi kimi fəaliyyət göstərirəm və 2025-ci ildə artıq müsahibə mərhələsindən 300-dən çox birinci şans müəllim, 40-dan çox isə ikinci şans müəllim müsahibə mərhələsindən mənimlə hazırlaşıb uğur əldə etmişdir. Bəli, sizlər də uğur əldə etmək istəyirsinizsə müsahibə mərhələsində o zaman qeyd olunan nömrə ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Dərslərimizin özəlliyi ondan ibarətdir ki, hər kəsə fərdi, hər dərs sual-cavab olunur. Müsahibə mərhələsində olduğu kimi burada hər dərs müsahibə götürülür hər bir müəllimdən. Əlavə olaraq sizə özünü təqdim etmə mərhələsinə, yəni onu ortaya ərsəyə gətirib çıxarmaq üçün əlbəttə ki, dəstək verirəm və şəxsi səhifənizə gələcək 5 icmalı yazılması isə mən tərəfindən sizə dərslərimizə qoşulduğunuz üçün tam ödənişsiz şəkildə yazılıb veriləcək. Və keçid alıram suallara. Deməli, ilk suala baxırıq. Dərs zamanı bir şagird davamlı olaraq yerindən icazəsiz danışır və digərlərinin diqqətini dağıdır. Psixoloji olaraq bu şagirdə qarşı ilk reaksiyanız necə olmalıdır? Əlbəttə ki, müəllimlər, bu kimi hallarla artıq illərin müəllimisiniz, rastlaşmısınız və bu kimi halda onun bütün sinif qarşısında danlamaq və cəzalandırmaq olmaz. Çünki bilirsiniz ki, artıq şagird yönümlü interaktiv dərslərdən söhbət gedir. Bu şagirdin aqressiyasını artıra bilər. İlk olaraq onunla göz təması qurub, sakitcə yanına yaxınlaşaraq varlığımı hiss etdirərəm və daha sonra isə dərs bitdikdən sonra təkbətək, yəni fərdi şəkildə həmin şagirdlə danışıb, bu davranışın altında hansı səbəbi yəni olduğunu öyrənməyə çalışmaq və sinif qaydalarını xatırlatmağa çalışmaq daha məqsədə uyğun olardı. Digəri isə ikinci sualımız, kurikulumun şəxsiyyət yönümlülük prinsipi dedikdə nə başa düşürsünüz və bunu dərsdə necə tətbiq edirsiniz? Əlbəttə ki, müəllimlər, bu kimi suallar ünvanlanır müsahibə mərhələsində. Müsahibə mərhələsinə gedəcək müəllimlər sertifikasiyanı müsahibə mərhələsində dünya görüş olmur. Yalnız orada bir neçə məqamlar var ki, onlardan sual verirlər. Ancaq metodika və əlbəttə ki, burada sizin psixoloji suallar verirlər, psixoloji, emosional vəziyyətinizi yoxlayırlar və bu sualda da şəxsiyyət yönümlülük təhsil alanın bildiyiniz kimi idraki, emosional, psixomotor bacarıqları inkişaf etdirməklə, həmçinin onlarda milli bəşəri dəyərlərin formalaşdırılmasıdır. Dərsdə sadəcə bilik vermirəm, mövzuları həyati situasiyalarla əlaqələndirərək şagirdlərdə dürüstlük, vətənpərvərlik, empatiya və böyüklərə hörmət kimi insani keyfiyyətləri aşılayıram. Bu kimi cavab verə bilərsiniz. Ola bilər ki, sizin də hər hansısa bir unikal cavabınız olar. Əlbəttə ki, dərs zamanı bunu dinləyirəm. Əgər cavabınız doğrudursa, məqsədə uyğundursa, nə gözəl. Öz cavabınızı da səsləndirə bilərsiniz. Keçid alırıq digər suala. Bir şagird tapşırığı yerinə yetirə bilmədiyi üçün ağlayır və mən bacarmıram deyir. Onun bu psixoloji baryerini necə qırarsınız? Əlbəttə ki, yanına gedib emosiyalarını anladığımı bildirərəm. Çətinlik çəkməyin çox normaldır. Daha sonra ona keçmişdə uğur qazandığı başqa bir işi xatırladaraq özünə inamını bərpa edərəm. Tapşırığı daha kiçik və onun həll edə biləcəyi sadə hissələrə bölərək addım-addım uğur qazanmasını və mən bacarıram hissini yaşamasını əlbəttə ki, təmin edərəm. Bu zaman o özünə, necə deyim, özündə inam formalaşacaq. Daha sonra, yəni mən bacarıqsız deməyəcəm, onun əvəzinə mən hər şeyin öhdəsindən gələ bilərəm. Eynən, yəni Karol Dweck'in düşüncə tərzində də var idi. Açıq düşüncə tərzinə
yəni keçməsi üçün biz şagirdlərə əlbəttə ki, dəstək verməliyik və həmçinin bəzən müəllimlər qeyd edir ki, hə, bax deyərəm ki, digər yoldaşını görürsənmi, o necə çalışır, sən də onun kimi. Əlbəttə, xeyr, bu yol verilməzdir, çünki kurikulum bizə deyir ki, bir şagirdi digəri ilə, yəni necə deyim, nümunə göstərmək olmaz ona. Onu ancaq şəxsi inkişafı ilə müqayisə etmək daha məqsədə uyğundur və digəri isə formativ qiymətləndirmə zamanı şagirdə afərin, çox ağıllısan. Demək, kurikulum və psixoloji baxımdan doğrudurmu? Xeyr, doğru deyil. Bu cür rəy şagirdin intellektinə yönəlib və onda səhv etsəm, artıq ağıllı görünməyəcəm qorxusu yaradır. Yəni Karl Dweck'in qapalı düşüncə tərzinə keçir bu zaman şagird səhv etməkdən qorxan hala gəlir. Rəy effektiv və fəaliyyətə yönəlik olmalıdır. Məsələn, afərin, bu tapşırıq üzərində çox çalışmısan və fərqli üsullardan istifadə etmək nəticəni düzgün tapmağına kömək edib. Yəni bu kimi yanaşmaq əlbəttə ki, daha məqsədə uyğundur. Belə müəllimlər, növbəti izahlarımızda görüşənə qədər siz də bizim izahlarımızdan yararlanmaq istəyirsinizsə, ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə və həmçinin həftədə bir dəfə ödənişsiz dərslərimiz olur və həmin dərslərimizə də qoşulmaq istəyirsinizsə, o zaman qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz və avqust ayında da yeni bir qrupumuz açılacaq. Ödənişli dərslərin özəlliyi ondan ibarətdir ki, icmal mən tərəfindən yazılıb verilir və hər bir müəllimə hər dərs fərdi müsahibə götürülür hər bir müəllimdən. Və qeyd edim ki, burada artıq addım-addım sadədən mürəkkəbə doğru bütün materiallar mənimsədilir. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.